Uşaqlar, bugün sizlərlə birlikdə 7-ci sinif Şahin İbrahimovun hazırlamış olduğu kimya testindən sınaq 1-in izahına baxacağıq. Gəlin birinci suala başlayaq. Deyər, aşağıda verilənlər hansı kimyəvi elementə aiddir? Sümüklərin əsas komponenti, skelet və sümüklərin inkişafı və sərtliyi üçün lazımdır. Təbaşirin tərkibinə rast gəlinir. Bu uşaqlar kalsium elementinə aiddir. Ona görə B variantı olacaq. Ammoniak haqqında aşağıda verilənlərdən hansılar doğrudur? Ammoniakın kəskinliyi var, bəli. Suda məhlullaşan spirt adlanır, bəli. Zəhərlidir, xeyr, zəhərli deyil. Ona görə D variantı olacaq. Deməli, X 2 müsbət ionunda proton, neytron və elektronların cəmi 58-dir. X-in proton sayı neytron sayına bərabər olarsa, X-in kütlə ədədini müəyyən edin. X-də 2 müsbət ionu, deyir, burada proton sayı neytron sayına bərabərdir. Proton sayı aynı işarəsi, neytron sayını da aynı işarələyir. Çünki bir-birlərinə bərabərdir. Elektronun sayı burada necə taparıq? Yəni, A-nın üzərinə gələrəm. Elektron işarəsi -2 bərabərdir A çıxılsın 2. Deməli, elektronumuzun sayı da A çıxılsın 2 imiş. Baxın, uşaqlar, bu müsbət, bu müsbətdir. Mənfi isə elektronun işarəsidir. Deməli, proton, neytron, elektron sayıları cəm 58 olduğundan A üzərinə gəlsin, A üzərinə gəlsin, A çıxılsın 2 bərabərdir 58. 3A çıxılsın 2 bərabərdir 58. 3A bərabərdir 60. A da bərabərdir 20. X-in kütlə ədədi müəyyən edin. A 20-dir. Deməli, proton sayı 20-dir. Onda neytron sayı da 20 olacaq. Kütlə ədədi isə proton və neytron sayıların cəminə bərabər olduğundan kütlə ədədi isə 40 olacaq. Ona görə doğru variant D variantı. Molekul sayıları bərabər olan C2H2 və C2H6 qazdan ibarət qaşıqda cəmi 32 hidrogen atomu var. Qaşıqda cəmi neçə neytron var deyir. Molekul sayıları bərabər olan deyir. Onda C2H2 və C2H6 var. Molekul sayı bərabərdir. Onda A molekulu C2H2, A molekulu da C2H6. İbarət qaşıqda cəmi 32 hidrogen atomu var. A molekul C2H2-də neçə dənə hidrogen var? Onda A-nı vuraram 2-yə, bərabərdir 2A. Digərində isə A-nı 6-ya vuraram. Yəni A vurulsun 6, deməli 6A. Və bunların sayılarının cəmini 32-yə bərabər eləyərəm. Yəni 2A ilə 6A-nın sayılarının cəmini bərabər eləyərəm 32-yə. 8A bərabərdir 32, A da bərabərdir 4-ə. Deməli, molekulun biri, yəni molekul 4-müş. Yəni A bərabərdir 4. Burada uşaqlar, molekul, yəni bir molekul sayılar dedikdə, yəni bir atomda neçə dənə olduğu nəzərdə tutulur. Qarşılıqda cəmi neçə neytron olduğunu soruşur. Hidrogəndə baxaq, görürük, burada da verilib. Neytron yoxdur, 0-a bərabərdir. Ona görə artıq hesablamamızda hidrogəni nəzərə almayacaq. Karbonda isə kütlə ədədi 12-dir. 12-dən 6 proton çıxırıq və neytron sayı deməli 6 imiş. Onda, yəni, deməli 6-nın 4 dənə indeksinə 6 var. Yəni 4 dənə karbon 2 və 4 dənə yenə C2. Onda 4-ü vuraram sayıda, yəni 4 dənədir. 4-ü vuraram 6 vurulsun 2. Burada da 4-ü vuraram 6 vurulsun 2. Çünki karbonun 6 neytronu var. 6-nı 2-yə vuraram indeksinə, onu da vuraram 4 dənə sayına da, yəni molekuluna. O deyir 48, 48. 48-dən də 48-ə toplasam 96. Cəmi neçə neytron var? 96. Aşağıdakılardan hansı iki atomda altrofil şəkil dəyişməsi var? 2 atomlar, məsələn, fosfor P4-dür. 4 atomda altrofil şəkil dəyişməsi var. Azot N2-də ancaq altrofil şəkil dəyişməsi yoxdur. Oksigen O2 və OH altrofil şəkil dəyişməsi var. Karbon qrafitdir, alınmazı bunların da, yəni 2 atomlu deyil. Buna görə də E variantı olacaq. Kürdəki altrofil şəkil dəyişməsi S8 yazılır, 8 atomludur. Növbətiyə baxaq. Deyir şəkildə verilmiş ionların elektronlar təbəqə üzrə paylanması göstərmişdir. Buna əsasən neytral
X və Y atomları üçün aşağıdakılardan hansı fərqlidir? Baxaq. Birinci X iki müsbət yolu verilib. Gəlin elektronları sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. 10 dənə elektronu var. Bax, buradan proton tapmaq üçün deməli 2 elektron verib, daha sonra 10 olubdur. Deməli, əvvəl 12 imiş də, ikisini verib 10 olubdur. Digərinə baxaq. Y mənfi 3 iyonu. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Bir də sayım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Aha, 10 dənə elektronu var. 3 elektron alandan sonra 10 olub. Deməli, əvvəl 7 elektronu varmış. Digər şəkildə verilmiş iyonların elektronların təbəqələr üzrə paylanması göstərmişdir. Buna əsasən neytral X və Y atomları üçün aşağıdakılardan hansı fərqlidir? Uşaqlar, baxaq. Burada deyir neytral. Neytralda olanda deməli proton sayı elektron sayına bərabərmiş. Neytral halda deməli burada baxın 12 protonu varsa 12 elektronu var. Y-in 7 protonu varsa 7 elektronu var. Hansılar fərqlidir deyir. Elektron sayı, baxın, biri 12-dir, biri 7. Bəli, fərqlidir. Elektron təbəqələrinin sayı. Əgər 12 olsa, bu zaman bəli, elektron təbəqələrinin sayı fərqli olacaq. Baxaq, X-in onda, baxın, bir dənə təbəqə belə çəkirəm. Bir dənə təbəqə belə çəkirəm. Bir dənə də təbəqə belə çəkirəm. Aha. Birinci təbəqədə 2 elektron yerləşir. İkinci təbəqədə 8 elektron yerləşir. 4. Sırayı uşaqlar. 4, 5, 6, 7, 8. 8. 12-dən də 8-in çıxanda qalan 4-ü də 3-cü elektron təbəqəsinə yerləşə bilirlər. Digərində isə 7 olsa, gəlin eyni şey üzərində göstərək. Bir də rəsmi çəkməyək. 2 dənəsini göstərəcəyik. Daha sonra digərlərində elə 5 dənə göstərəcəyik. 1, 2, 3, 4, 5 dənə. Yəni bir dənə təbəqə artıq qalacaq. Təbəqələrinin sayı nədir? Fərqlidir. Bəli. Elektroneytral olması hər ikisi üçün eynidir. Ona görə 1, 2, D variantı olacaq. Aşağıda hansı elektrik cərəyanı keçirir deyir. Bu onda metal olmalıdır. Və yaxud da ki, istisna qeyri-metallardan karbonun altıroxlu şəkil dəyişməsi olan qrafit elektrik cərəyanı keçirir. Hansı zəhərlidir deyir. Baxaq, qrafit zəhərli deyil, azot zəhərli deyil, oksigen zəhərli deyil, hidrogen zəhərli deyil, ağ fosfor isə zəhərlidir. Hansı maddə sublimasiya edir? Sublimasiya nədir? Bərkdən, yəni bərk aqreqat halına birbaşa qaz aqreqat halına keçməsidir. Bu isə quru buzdur. Quru buzun da formulu CO2-dir. Tritium izotopunda neçə neytron var? Tritium H3 yazılır. Neçə neytron var? Kütlə ədədindən proton sayını çıxıram. Deməli 2 neytronu varmış. Doğru variant C variantı olacaq. Sağ olun.